var. İndi Qalata geometriyada 1 ilə 2 tərəf bucaq yəni əlaqələri idi. Test düşdə əsasən nələrə aiddir? Sahələrə aiddir. Alan bulmalar dikdörtgəndə. Birinci sayfada buyurunuz. Hamısı sahə suallardır. Əslində siz sahələri daha yaxşı bilirsiniz. Adil, İnci, Xədicə, İlyas, buyurun. Bu testdə yox. Məndə 11 var. Bir də 10-da. Birinci sayfada var mı uşaqlar ümumiyyətlə? 5 eləmisiniz Adil. Deyin, Ayxan, deyin görək 5-i. Kim demək istəyir? Beşi mən deyə bilərəm mənim. De, quzu kəsərəm. Tamam mənim. O da deyir ki 3 DK bərabərdir KC-yə. DK-ya A verəndə KC 3A olur. Orada 4A olur. Yəni AKB isə 4A-ya baxan 48-dirsə, DK-da A-dırsa 12 olacaq. Deməli, 4A 4A sahəsi bizə AKB-nin sahəsi 48 verilib, düzdürmü? 4A 48-i görürsə, bizə nə istəyir? ADK-nı soruşur. Yəni bir də buranı soruşur. A istəyir, bəli, A haranı görür? Soru işarəsi 4 dəfə böyük olduğuna görə 4 dəfə böyük, yəni 12 qalır. Burada da nədir? Bənzərliyə aid olan hissələrdən biridir. Birinci sayfada yoxdursa keçim ikinci sayfaya. Varmı ayıncı sahələr? Görün fərqli. Hə, 4 deyinisidir 72-yə. Buyurun uşaqlar ikinci səhifə, buyurun. 10. 10. İzah eləyəcəm onu. Bir dənə burada Bəli. nə var? Bu neçənci sualdır belə burada? 7-ci sualdır, aha. 7-ci sualda da BAK 28-dirsə, trapesiyadan da bilirdik, paralelkənardan da ofis sahə 56 olur. Aha. Yəqin ki 8 də eləmisiniz. İlyas 8-i də deginən. Orada birinci DK'li 3 verib, orada KL 4'tü, ümumisi də 4 12 dəfə olur, düzdürmü? Ondan sonra bu da 24 idi. A 3'ü görürsə 4 dəfə 12-ni görür. Yarısı da aşağıda olduğuna görə 12 olduğuna görə 24 olacaqdır. Aha, mən özüm də bir müəyyən qədərinə təkrar eləmək babından şey elədim ki, Bu deyə baxın bilərəm da. müəllim. Onu Aha. deyə bilərəm. 10-cu sual. Buyur Ayxancıq. Mən burada KB KC bərabərdir, ora olur 75-75. Bir Aynen dəqiqə B'de olur tələsmə, bir dəqiqə 15-15. tələsmə. Hamısı birbirine bərabərdir. BD 12-dir. B'de 12 də deməli 6-6 olur. AK ilə KC lazımdır bizə. Mən burada 90 15 75 deyə hündürlüyə indiririk. Hündürlük olur 12 bölünsün 4 eləyir 3. 3 vurulsun 12 bölünsün 2 vurulsun 2. O da eləyir ümumi Tamam. sahə 36. Tamam. Əslində bu sualı verməkdəki niyyət arkadaşlar trigonometriden gələndir. Yəni nə deməkdir o? Yadınızdadırsa üçgenin sayısını demişdik. Əslində trigonometri teorisindən götürülsə də nə deyirdi uşaqlar? A vurulsun, B vurulsun, sinus alfa bölünsün nəyə? 2-yə. O da nə olacaqdır? Mən KCB-nin sayısını, bax bu S-i deyirəm də. 6 vurulsun, 6 vurulsun. Sinus 30-da da nə verirdi? 2-də 1 verirdi. Bölünsün nəyə? 2-yə. 6 ilə 2 getdi, 3 qaldı. 6 ilə 2 getdi, 3 qaldı. 3-ü də 3-ə vuranda eləyir neçə? 9. Deməli 4 tane 9 olduğuna görə Xədicə nə olacaqdır? 36 olacaq. Bir dənə o trigonometrik olan hissəsi uşaqlar çox istifadə olunur deyə ona görə sonra 11 də eynisi oldu. Gördünüz də 8 vurulsun, 8 vurulsun. Sinus 60. Sonra da onu 4'e vurur. Xədicə başladınızmı? Ay Adil. Söylemiştim ben. Bəli. Hı -hı. Ama ayrı yoldan gitmiştim ben. Hə, mən ümumiyyətlə bütün riyaziyyatda uşaqlar trigonometrik yol 2 saat isbatdan gedənə qədərinə həmən həll oluna biləcək, həllə gedilə biləcək yoldur. Gələlim şimdi buraya 150 30. Tamam mı? Burada oldu 60. Bizə nə verib burada? Bizə heç nə verməyib burada, yoxsa necə? Orada A7 də 30 olur, 90 diye deyir. 30 Bucağı olur. istəyirdi ya. Hə, buradan bucağı istəyir. Hə, mən deyəcəyim nəsə tərəf. Hı -hı. Başa düşdünüz bunu da. Gələk şimdi arkadaşlar. Neçədən test var idi burada? 4'ten. 4 ilə. Hı -hı. Gəldik test 4'ə. Buyurunuz uşaqlar. Test 4'ün birinci səhifəsi.
Alo. Test 4'ün birinci səhifəsi uşaqlar. Adil yazmısınız da Ayxan yəqin ki. İkinci sual müəllim. Neçənci sual? 5, Səsin gəlmədi Adil. Neçənci sual? 5, 5. 5. 5. 5'dən öncə varmı uşaqlar? Ayşəgül, Xədicə? Yoxdur. Ayxan de 5-ci sualın Deyim həllini. mən. De İlyas de. Orada Z-ə görə YBF bucağı da 25 olur. Sonra bərabər yanlıq deyə YAF də 25 olur. Buranı 20 verib, xarici bucaq deyə 45 olur. Sonra da 3 bucağın daxili bucağı 110 olur. Əla. Əla, əla. Sonra birinci səhifədə varmı uşaqlar? Adil varmı birinci səhifədə? Birinci səviyyədə başqa yoxdur müəllim. Başqa yoxdur. 3 eləmisiniz yəqin ki. 3 Bəli, eləmisiniz. bəli. Gəldik ikinci səhifəyə. Buyurunuz uşaqlar. Yəqin ki 7 var. Bəli, 7 var. Bəli müəllim. Əslində çətin bir sual deyil. Deyim Prosta mən. şəkili Deyim bunlar mən. pis şəkillər. İlyas dedim mən, Ayşəgül dedim mən. Ayxan eləmisən Ayxan bu sualı? Çalışmışam amma yox. Aha. İnsan ev tapşırıqlarını eləmisən, heç soruşmadın. Sən biraz gec gəldin dərsə. Eləmisən ev tapşırıqlarını ayıncı. Hı -hı. 7-ci sualı buyur Ayşəgül de. Burada bizə verib ki, A ilə BD bərabərdir. Üzbucağının diaqonalları bərabər olduğuna görə AC diaqonalını da çəkirik. O da AY-yə bərabər olur. Yəni bərabər yanlı üstbucaq alınır da. ACY üstbucağında. Aha, Burada tamam. CAB bucağı da 24 olur. Bir dəqiqə. Hə, bəra ikizkənarlığa görə. Sonra buradan Y bucağı x-dırsa, C bucağının bu tərəfi də x olur. Yəni bərabər yanlıq verdiyimiz. Bəli. Onu da 180-dan iki 24-ə bərabər çıxıb bərabər. 2-yə bölünür. Hə, başa düşdüm. 180-dan 24-ə çıxan neçə edir inşallah? 150 6 Altı. eləyir. Onu da 2-yə böləndə nə olacaqdır? Mən də belə eləmişəm, amma mən hesablama səhv eləmişəm deyə cavab başqa tapmışam. Can, Belə 78 məqsəddə. olur can. Aha. Son bir dakikamız qaldı Zoom-un atmağına. Ondan sonra digər linkə atacağım, oraya girəcəksiniz. Buyurun uşaqlar, vaxt varkən